Salam əziz və dəyərli müəllimlər, 10-cu sinif dərsliyi üzrə hazırladığım idiom və frazeoloji fellərin testlərindən gəlin keçək, izahına keçək. Birinci sualımıza baxırıq. Ümumiyyətlə, idiomlarla bağlı olan suallarımızın şərti cümləni tamamlamaq üçün ən uyğun gələn idiomu seçməkdir. Birinci testimizə baxırıq. After years of poverty, she finally and bought her own house in the city. Kasıblıq deyir, yoxsulluq illərindən sonra o nəhayət yoxsulluqdan, yəni zənginliyə çatdı və şəhərdə öz şəxsi evini ala bildi. Went from rags to riches, yəni sıfırdan zəngin olmaq, yəni yoxsulluqdan gəlib zəngin olmaqdır. B variantımız bizim düzgün cavabdır. Hit close to home, kimisə dərindən təsirləndirmək, can evindən vurmaq. Make a living, pul qazanmaq, yaşayışını təmin etmək. Cover the cost, xərci. Deməli, cover the cost hesabı bağlamaq, xərci qarşılamaq. Minded her own business, öz işi ilə məşğul olmaq. Deməli, B variantı düzgün cavab oldu. İkinci testimiz. Although life has its, we should always keep moving forward. Burada cavabımız ups and downs'dur. Həyatın eniş və yoxuşları olmasına baxmayaraq, biz həmişə irəliyə getməyə davam etməliyik. Yəni, biz həyatımıza davam etməliyik. Ups and downs, enişlər və yoxuşlar. C, düzgün cavabdır. Üçüncü testə baxırıq. The government promised 2 of the new hospital wing. Hökumət yeni xəstəxana şöbəsi, deməli, yeni xəstəxana şöbəsinin xərclərini qarşılamağa söz verdi. Cover the cost. Yəni, yeni xəstəxana binasının tikilməsinin xərclərini qarşılamağa söz verdi. Cover the cost olmalıdır. D, düzgün cavabdır. Uplift the spirit, əhval-rüyanı qaldırmaq, make a living, pul qazanmaq, hit close to home, kimisə can evindən vurmaq, see through someone's eyes, kiminsə gözü ilə baxmaq. Düzgün cavabımız D variantıdır, xərcləri qarşılayır. Dördüncü testimizə baxırıq. He works 2 jobs to and support his family. Ailəsini dəstəkləmək və pul qazanmaq üçün o 2 işdə işləyir. Deməli, 2 işdə işləyir nə üçün? Pul qazanmaq üçün, make a living, yaşayışını təmin etmək üçün, ailəsini dəstəkləmək üçün. B variantı düzgün cavabdır. Make a fortune, çoxlu sərvət, böyük sərvət qazanmaq deməkdir. Mind his own business, öz işi ilə məşğul olmaq. Uplift the spirit, əhval-rüyanı qaldırmaq. Be on the brink, nəyinsə etmək üzrə olmaq, nəyinsə astanasında olmaq. Düzgün cavabımız B variantıdır. Beşinci testimizə baxırıq. Her speech about losing her father really for many people in the audience hit close to home. A, düzgün cavabdır. Onun atasını itirməsi ilə bağlı olan nitqi, çıxışı həqiqətən də tamaşaçılar içərisində olan çox insana dərindən təsirləndirdi. Hit close to home kimisə can evindən vurmaq, kimisə dərindən təsirləndirmək deməkdir. A variantı düzgün cavabdır. Went from rags to rich, yoxsulluqdan zənginliyə gəlib çatmaq. Cover the cost, xərcləri qarşılamaq. Made a fortune, çoxlu pul qazanmaq, böyük sərvət qazanmaq. So through their eyes, kiminsə gözü ilə baxmaq. A, düzgün cavabdır. 6-cı testimizə baxırıq. This movie is sure to of everyone watching it. Deyir ki, bu film ona baxan hər kəsin mütləq ki, əhval-rüyəsini qaldıracaq. B variantı düzgün cavabdır. Uplift the spirit. Təbii ki, make a living, hər kəsin yaşayışını pul qazanacaq, düz deyil. Nəyinsə astanasında olma, be on the brink, düz deyil. Mind their own business, öz işi ilə məşğul olmaq düz deyil. Cover the cost, xərci qarşılamaq düz deyil. Yəni, film ona izləyən hər kəsin əhval-rüyəsini qaldıracaq. B düzgün cavabdır. 7-ci testə baxırıq. Thanks to smart investments, ağıllı pul yatırımlarının sayəsində he managed to make a fortune. Burada artıq C variantı düzgün cavab olacaq. Make a living, yaşayışını, yəni elə ki pul qazanmaq, yaşayışını təmin etmək üçün pul qazanmaqdır. Amma burada deyir ki, ağıllı pul yatırımları sayəsində o sadəcə 5 il içərisində çoxlu pul, böyük sərvət qazandı. C variantı düzgün cavabdır. Make a living, pul qazanmaq, yaşayışını təmin etmək. See through someone's eyes, kiminsə gözü ilə baxmaq. Hit close to home, kimisə can evindən vurmaq, kimisə dərindən təsirləndirmək. Cover the cost, xərcləri qarşılamaq. Dəfələrlə bu idiomların tərcümələrini deyirəm ki, sizin yadınızda qalsın. 8-ci testə baxırıq. She watched the war documentary and realized how privileged her life was. Burada deyir ki, o müharibə ilə bağlı sənədli filmə baxdı. Deməli, baxaq, she watched the war documentary
and realized how privileged her life was və onun həyatının necə üstün olduğunu anladı. Baxaq. To be on the brink of something nəyinsə astanasında olmaq üçün sənədli film, deməli müharibə haqqında sənədli filmə baxdı. Məntiqli deyil. From the comfort of her home. Bəli, evdə baxdı. B variantı da burada düzgün cavab. From the comfort of one's home, at home deməkdir. Yəni evdə. Evdə film haqqında sənədli filmə baxdı və öz həyatının üstün olduğunu deməli anladı. To make a living, yaşayışını təmin etmək. By minding her own business, öz işi ilə məşğul olmaq. By covering the cost, xərcləri qarşılamaq. B düzgün cavabdır. 9-cu testə baxırıq. You'll never understand their pain unless you try. Sən onların deyir ağrısını heç vaxt anlamayacaqsan. Əgər sən to see through someone's eyes, yəni kiminsə gözü ilə baxmaq. Əgər yəni onların gözü ilə baxmasan, unless if not deməkdir. Əgər onların gözü ilə baxmasan, sən onların ağrısını heç vaxt anlamayacaqsan. Cover the cost, xərcləri qarşılamaq. Make a fortune, deməli böyük sərvət qazanmaq. Uplift the spirit, əhval-ruhiyyəni deməli qaldırmaq. Go from rags to rich, kasıblıqdan, yoxsulluqdan zənginliyə qalxmaq. 10-cu testimizə baxırıq. The country is deməli is of an economic crisis if inflation continues to rise. Demək, burada on the brink of something-dir. Yəni ölkə iqtisadi böhran astanasındadır. Əgər inflyasiya qalxmağa davam edərsə. A düzgün cavabdır. Cover the cost, xərci qarşılamaq. Minding its business, öz işlə məşğul olmaq. Make a living, pul qazanmaq. See through eyes, kimisə gözü ilə baxmaq. A düzgün cavabdır. İqtisadi böhran astanasındadır. 11-ci testə baxırıq. What does cheer up mean? Cheer up'ın mənası kiminsə əhval-ruhiyyəsini qaldırmaqdır. Yəni kiminsə az kədərli etmək. Yəni onların əhval-ruhiyyəsini qaldırmaq. To become or make someone less sad. Less sad. Y variantımız düzgün cavabdır. To avoid a difficult situation, çətin bir vəziyyətdən boyun qaçırmaq. To criticize someone, kimisə tənqid etmək. To stop doing something, nəyisə etməyə dayandırmaq. To save money, pul yığmaq deməkdir. Amma to become or make someone less sad, yəni daha az qəmgin olmaq, kimisə əhvalını yüksəltmək, şənləndirmək. 12-ci testə baxırıq. If you give up, what are you doing? Əgər sən deyir give up edirsənsə, nə edirsən? Deməli ki, give up imtina etməkdir. Stopping your attempt or quitting. Yəni öz cəhdini dayandırırsan və ya da quitting də eyni zamanda nəyisə dayandırmaq deməkdir. Y variantımız düzgün cavabdır. A variantında deyir ki, starting something enthusiastically, yəni nəyisə həvəsli şəkildə başlamaq. Xeyr, əksinə burada dayandırmaqdır. Trying harder than before, əvvəldən daha çox çalışmaq. Xeyr, burada dayandırmaqdır. Putting something in a safe place, nəyisə təhlükəsiz yerə qoymaq. Düz deyil. Supporting someone, kimisə dəstəkləmək də deyil. Dayandırmaq, imtina etmək. 13-cü testə baxırıq. What does stand up for mean? Stand up for-un mənası kimisə dəstəkləməkdir. To defend or support someone or something. Y variantımız düzgün cavabdır. 14-cü testə baxırıq. If you put aside some money. Əgər biz kənara pul qoyuruqsa, bu nə deməkdir? Save it for later use. Yəni daha sonra istifadə üçün onu saxlayırıq. Yəni pul yığmaq. Put aside some money, pul yığmaq deməkdir. B variantımız düzgün cavabdır. 15-ci testə baxırıq. What does double down on something mean? Double down on something nəysə daha qətiyyətlə davam etməkdir. Daha qərarlı şəkildə, daha qətiyyətli, baxın, more determination, daha qətiyyətli şəkildə davam etməkdir. D düzgün cavabdır. 16-cı testə baxırıq. If you get rid of something, əgər sən nədənsə imtina edirsənsə, deməli ki, sən onu remove or throw it away. Get rid of nədənsə qurtulmaq. Nəyisə remove, atmaq, yəni throw it away, nəyisə atmaq, nəyisə yox etmək. A variantımız düzgün cavabdır. 17-ci testə baxırıq. What does deal with mean? Baxın, cope with, deal with, nəyisə həll etməkdir. To solve a problem, to take action, to solve a problem. To deal with, to cope with, öhdəsindən gəlmək, hər hansı bir problemi həll etmək deməkdir. Y düzgün cavabdır. 18-ci testə baxırıq. When you lock up something, nəyisə əgər sən lock up bağlı saxlayırsansa, bu o deməkdir ki, sən nəyisə təhlükəsiz və bağlı yerə qoyursan. Lock up bağlı saxlamaq, yəni bağlı və təhlükəsiz yerə nəyisə qoymaq deməkdir. D düzgün cavabdır. 19-cu testdə come across, bump into, run into. Bu üç frazeoloji birləşmənin mənası rast gəlmək deməkdir. Nəyəsə təsadüfən
rast gəlmək, tapmaq. To find something unexpectedly. Somebody də ola bilər. Kiməsə təsadüfən rast gələ bilərik. Nəyəsə təsadüfən rast gələ bilərik. Məsələn, köhnə şəkillərimizə təsadüfən köhnə şəkillərə rast gəldim. Deməli, yer tapmaqdır. Təsadüfən, unexpectedly, yəni gözlənilmədən nəyisə tapmaq. Y variantımız düzgün cavabdır. 20-ci testimizə baxırıq. If you pass on something, what do you do? Pass on something-in mənası kiməsə ölümündən sonra nəyisə vermək, yəni miras qoymaqdır. Give it to someone after your death. Yəni ölümündən sonra kiməsə nəyisə vermək. Y variantımız düzgün cavabdır və sonda da əziz müəllimlər cavablar da verilib. Müstəqil testləri edib, cavabları yoxlayıb, daha sonra izahlara baxa bilərsiniz. İzahlara baxdıqdan sonra kanala abunə olmağı da unutmayın. Fikirlərinizi qeyd etməyi unutmayın. Kanala abunə olmaqda siz davam edin. İnşallah ki, Grade 11-in də idiom və frazoloji birləşmələri ilə bağlı olan testləri yaxın günlərdə, yaxın zamanlarda paylaşacağım inşallah.